Nyu-Yorkda DoorDash kuryerini güllələyən məmur girov qarşılığında azadlığa buraxılıb. Hadisəni törədən Chester şəhər yol xidmətinin rəhbəri John Rayleigh vəzifə səlahiyyətlərini də davam etdirir. Rayleigh bu posta seçki ilə gəldiyindən yerli hakimiyyət onu işdən uzaqlaşdıra bilməyib. O özü isə istifaya razılıq verməyib. Kuryerə gəldikdə o xəstəxanada müalicəsini davam etdirir. Həkimlər vəziyyətinin stabil olduğunu söyləyirlər. Qeyd edək ki, cinayət mayın 2-də Chester şəhərində baş verib. Kuryer telefonunun sönməsi səbəbindən ünvanını tapa bilməyib. İstiqaməti soruşmaq üçün bir neçə evin qapısını döyüb. Sonda isə güllə ilə qarşılanıb. Belə ki, John Rayleigh evinin qarşısına dayanan kuryerə get deyə qışqırıb. Sonra atəş açaraq onu kürəyindən vurub. Qeyd edək ki, DoorDash ABŞ-də ən məşhur onlayn yemək sifarişi və çatdırılma platformasıdır. Şirkət istənilən şəxsin öz avtomobili ilə kuryerlik etməsinə imkan yaradır. Birləşmiş Ştatlara gələn miqrantların əksəriyyətinin ilk iş yeri də məhz bu ünvandır. Güllələnən kuryer də Afrikalı mühacir olub və ingilis dilini bilməyib. DoorDash rəhbərliyi isə hadisəni qəbul edilməz zorakılıq adlandırıb. Həmçinin kuryerin təhlükəsizliyini artırmaq üçün əlavə tədbirlərin görüləcəyini bildirib. Ruqiyyə Nəcəfli, Şəbnəm Fərmanlı, Humay Cəfərova, Mira TV, New York, Amerika Birləşmiş Ştatları.